30 ildən biraz çox, kəhrizdən xəbərim yox. Görüşdüm bu yaxında, yenə düşdü yadıma Eynallının kəhrizi. İllər zaman ilahi bu kəhrizə iz salıb, o gür axan suları bax necə də azalıb. Coşub çağlayan kəhriz yaman pərişan qalıb. Sanki insanlar kimi kəhrizimiz qocalıb. Necə haylı küylüydü, salxım söyüd bir şahid. Orada izlər, ləpirlər uzun illərdən qalıb. İnsanlar tək ilahi, kəhrizimiz qocalıb. Ensiz cığırlı yollar, qolumuzu cızırdı hərdən moruqlu kollar. Kəhrizdən su daşıyan, çiyni səhəngli qızlar. O qızlar da kəhriz tək, artıq yaşa dolubdu, hamısı nənə olubdu. Eynallının qızları kəhrizə səs salardı, kəhriz bir görüş yeri. Oğlanlar da uzaqdan bu qızlara baxardı. Elə burdan, bu saf bulaq başından yar yarını tapardı. İnsanlar tək ilahi, kəhrizimiz qocalıb. Necə haylı küylüydü, sanki bir qəhrəman tək, zəhimliydi, güclüydü. O gür axan, çağlayan, həmin kəhriz yoxdur, yox. Yatmış xatirələr çox, hər şey keçmişdə qalıb, gələn gedən azalıb. Elə bil ki, təbiət bu kəhrizə verdiyi şuxluğu, gözəlliyi təzdən geriyə alıb. Sanki gəlib gedənə kəhriz tamarzı qalıb. Coşub çağlayan kəhriz artıq yaman qocalıb. Lamiyə tək bu kəhriz sanki xəyala dalıb.